İyunun 29-da Bakıda 1-ci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsi başlanıb. Heydər Əliyev mərkəzində həftənin əsas tədbiri 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədəni irsi mövzusunda Beynəlxalq Konqresin rəsmi açılış mərasimi keçirilib. Konqresdə Türk Respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən 126 türkoloq alim, eləcə də Türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak ediblər. Əvvəlcə Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident İlham Əliyevin Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin iştirakçılarına müraciətini səsləndirib. Açılış mərasimində həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətlər oxunub. Sonra 1-ci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş video çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan 1-ci Türkoloji Qurultayının irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Adil Kərimli həmçinin bildirib ki, 1-ci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Türk Dünyası həftəsinin tədbirləri Qarabağda, Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəyliyi ruhunu ifadə edir. İnanırıq ki, bu qurultay Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq deyə nazir qeyd edib. Türk Dövlətləri Təşkilatının baş katibi Qubaniçbek Ömüralıyev çıxışında 1-ci Türkoloji Qurultayının ideyalarının bu gündə Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıdığını deyib. Qəbələ sammitində qəbul olunan bəyannamələrdə və Türk dünyası 2040 vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə 1-ci Türkoloji Qurultayının 100 il əvvəl ortaya qoyduğu ideyalar bugün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir. Milli Məclis sədrinin müavini akademik Rafail Hüseynov çıxışında 1-ci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və siyasi tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, bu qurultay yalnız elmi toplantı deyil, həm də Türk xalqlarının ortaq kimliyini və birliyini nümayiş etdirən tarixi hadisə idi. Akademik vurğulayıb ki, Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb və bu yolda böyük maarifçilər, alimlər və ziyalılar mühüm xidmətlər göstəriblər. Müasir dövrdə Türk dövlətləri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsi 1-ci Türkoloji Qurultayının irsinin davamı kimi qiymətləndirilməlidir. Çıxışlardan sonra Türk dünyasının tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Beynəlxalq Konqres öz işini plenar iclas və panel sessiyalarla davam etdirib. Leyli Nami qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.